İkinci Dünya Müharibəsinin ən qorxulu adlarından biri, minlərlə insanın taleyini dəyişən, qurbanlarının gözündə isə ölüm mələyi adlanan bir həkim. Onun adı Yosef Mengele. Bugünkü videomuz kanalın daimi izləyicisi Ülker Abdullayevanın istəyi ilə hazırlanıb. Videoya başlamazdan əvvəl sizlərə kiçik bir məktub oxumaq istəyirəm. Almaniyada bir məktəb direktoru hər tədris ilinin əvvəlində müəllimlərinə belə bir məktub göndərirmiş. Mən ölüm düşərgəsində sağ qalanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil almış mühəndislərin inşa etdiyi qaz otaqları, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, universitet məzunlarının öldürüb yandırdığı insanlar. Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur. Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kömək edirsə, onda həqiqətən faydalı olar. Ölüm mələyi. Yüz minlərlə insanın həyatına son qoyan Yosef Mengeleni belə adlandırıblar. Həyatı boyunca insanlar üzərində apardığı təcrübələr nəticəsində 2 milyondan çox insanın, daha çox uşaqların ölümündə birbaşa məsuliyyət daşıyıb. Yosef Mengele 16 mart 1911-ci ildə Bavariya Krallığı Königsbergdə anadan olub. Onun atası Karl Mengele və oğulları şirkətinin yaradıcısı və sahibi olub. Şirkət böyük torpaq sahələri və kənd təsərrüfatı avadanlıqları istehsal edən müəssisələri ilə tanınıb. Ailə kifayət qədər zəngin yaşayıb. Yosef Mengele'nin özündən böyük iki qardaşı atasının işini davam etdirsə də, o fərqli bir sahəni seçib. Bonn, Viyana və Münxen universitetlərində yüksək ali tibbi təhsil alıb. 1938-ci ildə Yosef Mengele Nasist partiyasına və SS-ə daxil olub. 1940-cı ildə tank diviziyasında hərbi həkim kimi xidmətini davam etdirib. 1942-ci ildə Şərq cəbhəsində yaralanan Mengele xidmətdən tərxis olunub. Qısa müddətli müalicədən sonra Yosef Mengele 3-cü Reyxin təşəbbüsü ilə Auschwitz düşərgəsinə həkim göndərilib. O, bu ölüm məkanının baş həkimi olub. Yosef Mengele'nin Auschwitzdə əsas fəaliyyəti düşərgədə saxlanılanlara tibbi yardım göstərmək deyil, onların üzərində sınaq aparmaqdan ibarət olub. Mengele insan ağlına sığışmayan sınaqlarını məhz bu düşərgədə həyata keçirib. Mengele insan orqanizmin ağrılara dözümlülük dərəcəsini müəyyənləşdirmək üçün düşərgədə saxlanılanlar üzərində ağlasığmaz əməliyyatlar aparıb. İnsan gözünün rənginin dəyişdirilməsi üçün Mengele xüsusi kimyəvi maddələr hazırlayıb. Həmin məhlulları düşərgədə saxlanılan qadınların gözlərində sınaqdan keçirib. Mengele'nin əsas təcrübələri əkizlər üzərində olub. O, Alman qadınlarının daha çox əkiz uşaqlar dünyaya gətirməsi üçün bütün bilik və bacarığından istifadə edib. Bu sahədə təcrübə toplamaq məqsədi ilə düşərgə sakinlərini amansızca məhv edib. Belə ki, Auschwitzdə fəaliyyət göstərdiyi illər ərzində 1500 əkiz cütlüyün üzərində sınaqlar keçirib. Onların orqanlarını və qanını dəyişib. Cütlüyün birinin bütün orqanlarını çıxarıb, onları bir-birlərinə tikərək iki orqanizmin bir orqanizmdə yaşamasını yoxlayıb. Cibində konfet gəzdirən ölüm mələyi sadist xarakteri ilə əvvəlcə onları konfetlə sevindirib. Sonra azyaşlı uşaqların 1 litr qanla yaşamasının mümkün olmasını öyrənmək üçün onların ölüm həddinə çatana qədər qanlarını alıb. Auschwitzdə Yosef Mengele söz sahiblərindən biri sayılıb. Düşərgəyə yeni gətirilənləri qatar qarşısında o şəxsən qarşılayıb. Məhz onun sözü ilə kimin düşərgəyə buraxılması, kimin isə yerindəcə öldürülməsinə qərar verilib. 300-500 nəfərin saxlanıldığı baraklarda əgər bir nəfər adi yoluxucu xəstəliyə tutulubsa, Mengele barakda olanların hamısının qaz kamerasında öldürülməsinə göstəriş verib. Hər gün saysız hesabsız insanlar Yosef Mengele'nin qəddar həkimlik fəaliyyətinin qurbanı olub. Almaniyanın məğlubiyyətindən sonra Yosef Mengele onu nə gözləyəcəyini yaxşı bilirdi. 1945-ci ilin aprel ayında Mengele sıravi əskər forması ilə Bavariyaya qaçıb. O, burada ad və soyadını dəyişərək yeni pasport almağa müvəffəq olub.
Hər an tutulmaq təhlükəsini nəzərə alan Mengele 1949-cu ildə Argentinaya qaçıb. O, Argentinada bir neçə il qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olub. Abort üzrə mütəxəssis kimi tanınan Mengele 1958-ci ildə gənc bir qadını abort edərkən onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı o istintaqa cəlb olunub, amma cəzası çox da ağır olmayıb. Auschwitzdə daha çox yəhudiləri məhv etdiyindən İsrailin xüsusi xidmət orqanları Mengelenin axtarışı ilə ciddi məşğul olublar. Onlara Yosef Mengelenin Argentinada başqa ad altında yaşadığı məlum olub. Bundan xəbər tutan Mengele Braziliyaya qaçıb. Yosef Mengele 1979-cu ildə Braziliyada insultdan vəfat edib. Ancaq axtarışlar bütün Cənubi Amerika ölkələrində davam etdirilib. Mengelenin Bavariyada ad və soyadının dəyişməsi aşkar ediləndə axtarışlar öz nəticəsini verib. 1985-ci ildə ölümündən 6 il sonra Yosef Mengelenin dəfn olunduğu yer tapılıb. Dəfn olunan şəxsin kim olduğunu dəqiqləşdirmək üçün ekshumasiya qərarı verilib. Cəsədin qalıqları ekspertiziyaya göndərilib. Ayrı-ayrı bir neçə ekspert qrupu eyni rəyi verib. Cəsədin qalıqları ölüm mələyinə, Yosef Mengeleyə məxsus olub. Mengelenin skeleti hazırda São Paulo Məhkəmə Tibbi Ekspertiziya İnstitutunda saxlanılır və burada São Paulo Universitetinin tibb məktəbində məhkəmə tibbi ekspertizası dərsləri zamanı tədris vasitəsi kimi istifadə olunur.